Elə ilk dəfə deyirəm bu layihəni belə ictimai əsaslarda. Dostum, Azərbaycanı tanıdaq adı ilə, heç hələm adı da dəqiq deyil. Mənim fikrim nədir? Azərbaycanın bütün regionlarının administrativ mərkəzində 5 kilometr qaçmaq. Misal üçün mən buradan çıxıram, başlayıram Sumqayıt 5 kilometr, sonra dərhal minirəm avtomobilə, gedirəm o birisi misal üçün Siyəzənə 5 kilometr, sonra gedirəm Şabrana 5 kilometr. Biz necə hər regionumuz gözəldir və hər regionumuzun maraqlı bir məlumatları var. Onları həm ingilis dilində paylaşım ki, beynəlxalq aləm də görsün, dünya da görsün. Biz bunun üzərində çox çalışırıq. Və mən həmişə deyirəm bir sözüm var. Hamınız qaçacaqsınız. Və bir də ki, birisi necə deyir? Mənim bütün çıxışlarım, baxsaz mənim sosial şəbəkəmə görürsünüz, başlayır nə ilə? Əziz dostlar. Bu çox gözəl bir amma çox tutumlu bir sözlərdir. Çünki əziz dostlar bu bizi millət olaraq yığır birlikdə. Siz gəncləri birlikdə yığırıq. Biz özümüz yığışırıq və əziz dostları bir mesaj veririk. Ki mən qaçıram, sən də qaç. Səndə də alınacaq. Sən də bunu eləyəsən. Hər kəsə salam. Urban Planning Fast podkastına xoş gəlmisiniz. Mən podkastın aparıcısı və müəllifi Kənan Qasımov. Bu platformada şəhər planlaşdırması və şəhər inkişafı mövzularını hər kəs üçün sadə, anlaşılan və maraqlı dildə keçirik. Studiyamızda şəhərə tamam fərqli prizmadan baxan çox dəyərli bir qonağımız var. Bugünkü qonağımız Azərbaycanın ilk Ironman-i, 80-dən çox marafonu tamamlamış, uzun illərdir və qaçış və velosiped idmanı ilə məşğul olan Firdovsu Kərimovdur. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Firdovsu müəllim, xoş gəlmisiniz bizim. Çox sağ olun. Çox sağ olun dəvətinizə görə mən təşəkkürümü bildirirəm və düşünürəm ki, çox maraqlı bir bu günləri podkast alınacaq. Biz adətən bu platformada binalardan, avtobuslardan danışırıq. Bu gün isə şəhərin avtomobil sükanı arxasından deyil, küçələrin içində yaşayan bir insanın gözü ilə görəcəyik. Həmçinin Bakıda velosiped infrastrukturu, aktiv mobillik və insanların şəhərlə münasibətindən danışacağıq. Mən çox da danışmadan ilk sualımıza keçim. Son illərdə Bakıda və velosiped zolaqları salınır, velosiped paylaşım sistemi qurulur və aktiv mobillik inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Bəziləri bu şəhərin gələcəyi hesab edir, digərləri isə bunun praktik olmadığını düşünür. Sizin bir qaçıcı olaraq, bir velosiped istifadəçisi olaraq Azərbaycanın və Bakı şəhərimizin belə yenilikçi baxışlarından siz bundan razısınızmı? Siz belə düşüncələrinizi almaq istəyərdik bu konu haqqında. Çox sağ olun suala görə. Məlumat üçün bildirim ki, mən 2013-cü ildən fəal velosiped sürürəm və 2014-cü ildən fəal qaçışla məşğulam. Yəni fəal deyəndə həftədə bir neçə dəfə nəzərə tutulur və əlbəttə ki, biz o vaxtları xatirimizdə də hamımızın ki, nə həm velosiped sürəndə, həm qaçanda, yəni bizə biraz qeyri-adi baxırdılar. Velosiped formalarını giyinəndə və velosiped sürəndə ümumiyyətcə biz açığını desəm çox xoşu gəlməz bir hallarla rastlaşırdıq o vaxtları. Amma bilirsiniz, zaten o vaxtlarda biz anlayırdıq ki, bu nə vaxtsa bitəcək, nə vaxtsa bizə qarşı, velosipedçilərə qarşı münasibət gözəl olacaq. Biz bunu qəşəng anlayırdıq. Çünki mən sizə bir maraqlı bir fakt deyim. 2014-cü ildə mən velosipedlə bir yüngül səyahətə çıxdım bir dostumla bərabər. Biz Hollandiyanı tam ətrafında 1400 kilometrə qədər biz sürdük. Təsəvvür edin ki, digər nəqliyyat vasitəsi istifadə eləmədən necə hava limanından düşdük, velosipedlərimizi açdıq, ta Hollandiyanı tam dövr elədik və eləcə də hava limanına gəldik, velosipedləri yığdıq və döndük Bakıya. Yəni bu kültürün, bu vela mədəniyyətin Azərbaycana gəlməsində biz çox istəyirdik həmişə, kütləvi formada. Əlbəttə ki, vela bir idman növü olaraq Azərbaycanda çox məşhur olub, hələ ötən əsrdə də məşhur olub. Amma biz istəyirdik ki, bu velosiped həvəskarlar arasında yayılsın. Bu qaçanı biz yalnız idmançı, yəni yalnız bir atlet olaraq deyil, siravi vətəndaş, işdən sonra, elə bayaq, yəni ki, az sonra o barədə danışacağım. Çünki dövlət şərait yaradır. Dövlət çox gözəl, yəni ki, suallar verəcəksiniz bu barədə. Çox gözəl bir imkanlar yaradır ki, insanlar öz asudə vaxtlarını səmərəli istifadə etsinlər, öz asudə vaxtlarını fəal idmanla keçirsinlər və çox nəhayət ki, artıq biz bu dönəmi yaşayırıq, biz bu dönəmi gördük ki, müəyyən velozolaqlar var bu dəqiqə, özünüz də bilirsiniz və o velozolaq, bilirsiniz, hər şeyin bir mədəniyyəti var. Velosiped sürməyin də
mədəniyyəti var. Biz velosiped sürənlər, həvəskar, biz çalışırıq yeni gələnlərə kömək eləyək. Bizim gözəl bir klubumuz var, Gənc Peşəkar Velosipedçilər klubudur. Bu həvəskar klubdur. Düzdür, olan atletləri də var, onların peşəkarları da var, amma biz həvəskar olaraq sürürük və çalışırıq insanlara bir xeyrimiz dəysin. Onlara izah eləyək. Yəni vela yol o demək deyil ki, sən bütün vela yolu tutmalısan. Hətta velosiped zolağından gedir söhbət. Və əlbəttə ki, bu prizmadan, digər prizmadan, qaçıcı prizmasından baxanda isə şübhəsiz ki, hazırda mən marafonu Azərbaycanda eləyəndə 2015-ci ildən söhbət edir. Yəni ilk marafon, yəqin ki, bilirsiniz, marafon məsafəsi 42,2 kilometrdir və mən bu marafon məsafəsini eləyəndə təxminən Azərbaycanda 10 nəfər civarında marafonçu var idi. Yəni həmin məsafəni bəlli bir saata bitirən adamlar marafonçu deyirlər. Və əlbəttə ki, mən bunu araşdırdım və mənə çox pis gəldi ki, niyə Azərbaycanımızda, niyə bu qədər infrastruktur olan yerdə dənizin qırağında yaşayırıq biz? Niyə bizdə cəmisi 10-a yaxın marafonçu var? Mən düşündüm, bir klub yaratdım. Bakı Marafon klubu yaratdım. Və biz başladıq yavaş-yavaş bulvarda qaçaraq insanları cəlb etməyə qaçışa, həvəskar. Və indi hazırda baxsaq, yeri gəlmişkən Bakı Marafon klubu 2015-ci ildə yaradıldı. Ondan sonra əlbəttə ki, Heydər Əliyev fondu tərəfindən təşkil olunan Bakı Marafonu layihəsi çox uğurla baş tutdu və artıq 9 il bu böyük bir kütləni qaçışa gətirdi Bakı Marafon layihəsi. Küləyə qalib gəlir, lozunqla keçirilən. Və əlbəttə ki, bu dəqiqə biz bulvara da çıxanda, şəhərimizin digər parklarına çıxanda artıq qaçanları görürük. Bu bizi çox sevindirir. Çox əla. Ətraflı cavabınız üçün sizə çox təşəkkür edirik. Mənim belə bir sualım olacaqdı. Siz bildirdiyiniz qədərilə Hollandiyada olmusunuz, fərqli şəhərlər görmüsünüz, dünyanı gəzmisiniz. Orada qaçışla da məşğul olmusunuz və velosipedlə də məşğul olmusunuz. Sizə belə bir sual vermək istəyərdim ki, xarici ölkələrdə olan, amma Azərbaycanda olmayan spesifik bir infrastruktur cəhətimi deyim, texnologiyamı deyim, gördüyünüz olub bu Azərbaycana gətirmək istədiyiniz? Bəli, əlbəttə ki, çox sağ ol bu suala, çox gözəl sualdır. Əlbəttə ki, 84 beynəlxalq marafonda iştirak eləmişəm mən. Bu o deməkdir ki, ən azı bir 70 ölkə deməkdir bu. Ondan sonra bayaq siz təqdimatda qeyd elədiniz, Azərbaycanın ilk Ironman-i, Ironman yarışda biz gedirik xarici dövlətlərə, öz dövlətimizi təmsil edirik və eyni zamanda biz oradakı infrastrukturları görürük. Və əlbəttə ki, bizim də işimiz odur ki, bir həvəskar qaçıcı olaraq, marafonçu olaraq biz gəlirik, çalışırıq eynən burada bunu yaratmaq yox, amma bunu təşviq eləmək ki, bu yaradılsın. Bilirsiniz, bizim zaten işimiz odur. Və əlbəttə ki, sualınıza gəldikdə, Avropada biz Bakıda indi bu dəqiqə hazırda çox görmək istədiyimiz bu qaçış zolaqlarıdır. Bilirsiniz, bu dəqiqə biz şəhərimizin çox gözəl bulvarı var. Mən bir çox ölkələrdə bulvarlarda olmuşam. Bizim bulvarımız həqiqətən möhtəşəm bulvardır. Çox gözəl və insanların ora axışması, xüsusən axşam vaxtları işdən sonra elə bu onu göstərir ki, insanlarda çox böyük həvəs var fəal həyat tərzinə. Amma mən çox istəyirəm ki, bulvarda qaçış zolaqları olsun. Velosiped zolağı var. Velosiped zolağı var və bildiyiniz kimi Azneft dairəsindən başlayaraq ümumiyyətcə hazırda bütün bulvar boyu ilə velosiped zolağı var. Və qaçış zolağının olmasını istəyərdik ki, biz qaçıcılar və sürətli yeriyənlər. O da xüsusi materiallardan olur. Bunun ilk olaraq bu yaradılıb, bu var. Bu var Böyükşor bulvarında var hazırda və ümid edirik ki, elə bu yaxınlarda da bizim gözəl bulvarımızda qaçış zolağı olsun ki, onda daha çox insan gəlib qaçacaq. Çünki bilirsiniz, biz bu dəqiqə qaçırıq bulvar ərazisində və oranın belə örtüyü bizə ağrı verir, biz qaçanlara. Bilirsiniz, biz axı həftədə bir dəfə qaçmırıq. Biz gündə qaçırıq. Və gündə qaçanda o örtük çox vacibdir. Ona görə də düşünürəm ki, biz əslində belə bir söhbətlər gedir ki, olacaq. Çox istəyirik ki, tez olsun. Belə bir sual soruşmaq istərdim. Siz belə özəl bir örtükdən danışdınız. O örtüyün materialından biraz danışa bilərsiniz. O hansı materialdır? Deməli, bu örtük belə deyək, biraz belə rezin material oxşuyur.
orada amortizasiya, qaçış vaxtı qəşəng verilir. Və bu sırf qaçış və sürətli yürüyüş üçündür bu örtük. Bu möhtəşəmdir. Bu həqiqətən belə bir şey yaradılsa, əslində yenə deyirəm, sözlər gedir. Bu dəqiqədə bizə məlumat gəlir ki, bəs belə bir planlar var, ola bilsin, olsun. Yəni yaxın gələcəkdə düşünürəm ki, bu qaçış üçün çox qəşəng olardı. Belə bir sualımı da vermək istəyərdim. Siz bildiyiniz qədərilə, hamının bildiyi qədərilə 87 dənə səhv 84 dənə marafonda iştirak eləmisiniz. Oradan hər hansı bir anlarınız varmı? Spesifik urban development haqqında olsun və ya hər hansı bir şəhər strukturundan olsun. Oradan hər hansı bir anınızdan danışa bilərsinizmi ki, dünyada belə şeylər də var imiş? Bilirsiniz, biz hər zaman istəmişik ki, Bakımızda marafon keçirilsin. Biz hər zaman tək Bakıdan getmir söhbət. Şəhərin digər regionlarında istəmişik ki, qaçışlar bol olsun. Və çox şükürlər olsun ki, hazırda bu dəqiqə həm Bakı şəhərin daxilində, həm də ümumiyyətcə bölgələrdə çox maraqlı bir yarışlar keçirilir. Misal üçün, bax elə bu bazar bizdə Şağdağda qaçış var. Şağdağda gözəl bir qaçış təşkil olunur. Ötən bazar Quba rayonunda gözəl bir qaçış təşkil olmuşdu. 2 bazar öncə isə Bakımızda, Sibrizdə çox gözəl bir qaçış təşkil olunur. Yəni bu qaçışlar, bax mən həmişə bunu istəmişəm. Yəni söhbət gedir əlbəttə 2014-cü illərdə, bax ki mən başlamışam qaçmağa. Biz həvəskar qaçıcı olaraq hər zaman istəmişik ki, ölkəmizdə çox gözəl, beynəlxalq standartlara uyğun bir yarışlar təşkil olunsun. Hətta mən sizə deyim, bu yaxınlarda 20 iyun tarixində Azərbaycanda ilk olaraq sutkalıq qaçış oldu. 24 saatlıq qaçış. Bu bilirsiniz, bu artıq bizim bütün arzularımızın gerçəkləşməsini deməkdir. Çünki biz xaricə gedəndə biz bunlar yarışları görmüşük. Amma xaricdə bilirsiniz 24 saatlıq qaçış biraz çətin olduğu üçün, misal üçün mən özüm heç vaxt risk eləməmişəm. Amma Bakımızda olmağı, bizdə yeni park açılıb, yəni birisi Antenna parkı. Çox gözəl parkdır, möhtəşəm parkdır. O parkda biz 24 saatlıq qaçış təşkil olunmuşdur və biz ürəklə, bir klub olaraq orada ürəklə iştirak elədik. Belə bir interaktiv sual vermək istəyərdim. Buyurun. Sizcə şəhər içindəmi qaçmaq daha yaxşıdır, yoxsa nature-la iç-içə olan qaçışlar daha önəmlidir? Çox sağ olun suala görə. Yeri gəlmişkən o siz dediyiniz təbiətdə qaçışa buna deyirlər trail running. Və şəhər qaçışına isə deyirlər city running və yaxud sadəcə. Məsələ bilsinlər, məsələ orasındadır ki, hər insana nə daha xoş gəlir deməkdir. Misal üçün özümdən danışım. Mən Azərbaycanda ilk 100 kilometr qaçanam. Ümumiyyətcə bu uzun məsafələr, mən onu fəxrlə deyirəm, uzun məsafələr mədəniyyətini Azərbaycana mən gətirmişəm. Söhbət gedir 42, söhbət gedir 42-dən sonra və ilk 100 kilometrdən mən qaçdım. Nəyə görə? Çünki onda biz dağlar ətrafında qaçırıq. Onda biz təbiətdə qaçırıq. Amma bu dəqiqə məndən soruşsaz, mən o dağlarda qaçışın bu dəqiqə tərəfdarı deyiləm. Bəli, mənə düşmür. O demək deyil ki, o çox gözəldir. Sadəcə mən bir marafonçu olaraq şəhərdə qaçmağı üstün tuturam. Həm də siz nəyə görə? Həm də ona görə ki, şəhərdə qaçarkən sən, bilirsiniz, marafonçu tək özü üçün onu qaçmırsan. Sən sanki bir mesaj cəmiyyətə daşıyırsan. Və o mesajı meşənin içində mən daşıya bilmirəm. Bilirsiniz, bəlkə də ona görə. Həm də bir qaçışın növü var. Siz mənim qaçış videolarıma baxsaz, siz görərsiniz ki, mənim qaçışım yastı qaçışdır. Bilirsiniz nə deməkdir? Yəni ayaq çox ayrılmır yerdən məndə. Ona görə də az səy sərf eləməklə, az qüvvət sərf eləməklə mən uzun məsafələri qət eləyə bilirəm. Çünki ayaq məndə çox, amma dağlarda qaçanda gələk ayaq qaçış örtüyündən çox qalxsın yuxarı. Və bunu, bu boyda qalxıb mən çox uzun məsafə eləyə bilmərəm. Ona görə şəxsən mənim üçün şəhər qaçışları, bilirsiniz niyə gözəldəmdə? Axı biz gedirik hansısa bir ölkəyə, oranın paytaxtında qaçırıq. Və marafon marşrutları elə qurulur ki, onlar şəhərin ən gözəl yerlərini sənə sanki göstərirlər. Çünki bu şəhərin tanıtımıdır. Elə yeri gəlmişəm, Bakı marafonu da elədir. Baxın, Bakı marafonu başlayır Sibrizdən. Başlayır Dövlət Bayraq Meydanından.
Mən hər zaman deyirəm, bunu tək mən yox, qaçan turistlər də deyirlər ki, Ecazkar bulvarla biz qaçırıq. Yəni dəniz, burada yaşıllıq bu bir vəhdət qurur. Və biz də həmin o vəhdətin daxilində qaçırıq. Sonra biz gedirik göydələn binalarının yanından keçirik və sonda finişimiz bu illəri Sibrizdə idi. Yəni Sibriz isə tam şəhərin başqa bir ab-havasıdır ki, onu hamımız bilirik və orada finiş olmağı da şəxsən məni çox sevindirdi. Bəli. Mən belə bir sualda soruşmaq istərdim ki, sizcə qaçmağı rahat olan bir şəhər, infrastrukturu qaçmağa uyğun olan bir şəhərlə infrastrukturu qaçmağa çox da uyğun olmayan bir şəhəri nə ayırır? Çox gözəl sualdır. Bilirsiniz, mən bir vətənpərvər olaraq hər zaman baxıram ki, bax indi gəlin belə mən sizə deyim. Görün son illər ərzində neçə dənə park açılıb. Mən hər zaman deyirəm. Bilirsiniz, bu mənim təşviqat bir mexanizmimdir. Deyirəm, mütləq deyil ki, siz elə bulvarın yanında yaşayasınız. Mən sizə deyim, çox gözəl bir park var, Gənclik parkı var. Bəli, mən orada yaşayıram. Xətai rayonunda. Çox gözəl parkdır. Qaçış üçün çox uyğun parkdır. Orada yoxuşlar da var, enişlər də var. Yəni hər cür, mən yaşayıram Bizarda, mən yaşayıram Mərkəzi parkda. Onun yanında yaşayıram. Mənim qaçış işdən əlaqəli az vaxtım olanda mən mütləq Mərkəzi parkda qaçıram. Tək mən yox. Mən deyərdim onlarla insan bizim klubdan Mərkəzi parkda qaçırlar. Əlbəttə ki, bulvar bizim, yenə deyirəm sizə, axı biz həm də özümüzü göstəririk cəmiyyətə. Biz varıq kimi də, belə deyək, bir qaçıcı cəmiyyəti kimi varıq deyənə biz özümüzü göstəririk. Ona görə də bizim üçün əlbəttə ki, bulvar bu deyirlər prime location sayılır. Bu ən əsas bir qaçış istiqamətimizdir. Orada turistlər də var, biz onlardan ünsiyyət qururuq. Bilirsiniz, bizim xüsusi tişörtlərimiz var. Bakı Marafon Klubu yazılıb Azərbaycan bayrağı və bu turistlərin marağına səbəb olur. Və belə deyək, bizim klub çox ünsiyyətçilik klubdur və biz qaçarkən bir də görsən kimsə qoşulur bizə. Bir də görsən hansısa bir dövlət məmuru bizdən bir yerdə qaçışa qoşulur. Xarici beynəlxalq dövlət məmuru Bakıya gələn, qonaq qismində gələn Bakıya səhər-səhər bizdən qoşulur qaçır. Və əlbəttə ki, bu bir dostluqdur, mehribançılıqdır. Və mən bax görürsüz yenə Antena parkı. Görün neçə dənə park yaradılıb bax son zamanlarda. Bu bilirsiniz, mən bilmirdim, olmamışdım Antena parkda axşamüstü. İnandırım sizə, o həmin o 24 saatlıq yarış dediyimdə mən orada axşam gördüm nə qədər insan gəlir ora. Biri frisbee oynayır, biri street workout eləyir, biri basketbol oynayır, biri futbol oynayır, biri sadəcə yürüyür. Birlər çox insanlar yürüyürlər və məni bu çox sevindirir. Və mən anlayıram ki, o deməli infrastruktur yaradılanda insanlar da artıq başlayır öz ya da həm də ki biz də məlumatlı olurlar insanlar. Bilirlər ki, fəal həyat tərzi lazımdır. Həm də o var. Bildiyiniz qədərilə hamı fəal həyat tərzi keçirmək istəyir. Hamının amma belə bir problemi var. Hamı işləyir, uşaqladır, uşaqlar məktəbə gedir. Bildiyiniz qədərilə çox insanın vaxtı olmur. Belə bir məsləhət sual soruşmaq istəyərdim. İnsanlara necə bir məsləhət verərsiniz ki, qaçmağa yeni başlayan insanlar olsun, velosporta başlayan yeni insanlar olsun. Onlar öz həyatlarına kiçik-kiçik amillərlə necə bunu inteqrasiya edə bilərlər? Bəli. Çox sağ olun sual Kənan. Məsələ burasındadır ki, mənim məhz bu mövzu ilə bağlı bir çox seminarlarım və mühazirələrim olub. Çünki mən bunu ən çox eşidirəm insanlardan ki, bizim vaxtımız var qaçmağa, bizim vaxtımız var, biz işləyirik. Yəni, Kənan, mən də işsiz deyiləm. Hamımız işləyirik zaten. Mənim əsas işim əlbəttə ki, qaçış deyil. Əsas işim mənim bunlar hobbilərimdir. Hələ mən bundan savayı voleybolla, çimərlik voleyboluna məşğulam. Mən bundan savayı stolsu tenislə, bundan savayı tenislə məşğulam. Bilirsiniz, bu qədər məşğuliyyətim var mənim. Amma bunlar hamısı məşğuliyyətlərdir və bunlar işdən sonra ya da işdən öncə baş tutur münasibətlər və əlbəttə ki, şənbə və bazar. Və bu barədə mən çox mühazirələr oxumuşam. Müxtəlif hətta şirkətlərdə də, böyük bir şirkətlərdə bunu etmək əlbəttə ki, mümkündür. Sadəcə bilirsiniz, biraz mən ingiliscə mindset var da, insanların düşüncə tərzi mən düşünürəm ki, biraz dəyişməlidir. Və mən bayaq sizə demək, parkda insanlar artıq axşamlar, insanlar ailəli gəlirlər parkda. Bax, bu görürsünüz, biz buna artıq nail olmuşuq.
Bax mən düşünürəm yavaş-yavaş elə biz hər şey nail olacağıq bu istiqamətdə. Yetər nəyə? Yetər ki bizdə o motivasiya qalsın, yetər ki biz özümüz fəal olaq. Çünki bilirsiniz gəlirsən müzakirə oxumağa, sən özünlə nümunə göstərməlisən. Mənim özümün Kənan heç bir idman keçmişim yoxdur. Mən görürsüz də mənim heç idman belə deyək də vücudum da yoxdur. Yəni mən özümdə bunu başladım eləməyə. Özümlə başladım sübut eləməyə. Yəni bir siravi ingilis dili müəllimi necə öz həyatını, həyat keyfiyyətini yaxşılığa doğru dəyişə bilər. Çünki mən özüm dərs deyirəm uşaqlara, gənclərə dərs deyirəm və mən düşündüm özümdən başlayım birinci. Nümunə olmaq üçün tam elə doğrudur. Və hazırda həqiqətən nümunəyəm. Hazırda mən sizə deyim ki, bir çox gənclər qoşulur kluba və eşidəndə ki, mənim heç bir idman keçmişim yoxdur. Uşaqlıqda mən idmana da sizdən getməmişəm. Bildiyiniz kitab oxuyan tipaj olmuşam. Evdə oturub kitab oxuyan tipaj olmuşam və durub bəlli yaşdan sonra, yəni mən idmana 2013-dən başlasam, mənim onda 33 yaşım var idi. Bəli. 33-dən sonra öz həyatımı transformasiya eləyib, dəyişib, biraz daha fəal həyat tərzi. Bilirsiniz, həm də burada fəal həyat tərzindən başqa burada bir çox amillər var. Bax, mən o barədə danışıram. Axı, söhbət tək elə qaçmaqda getmir. Belə baxanda sən tək də qaça bilərsən. Hansı bir zalda və yaxud da çıxmadan. Bizdə söhbət bizdən gedir. Biz qaçarkən qrup halında qaçırıq. Və o qrup halında emosiyaların bölüşməsi baş verir. Və qrup halında birimizi daha yaxşı tanıyırıq. Və bilirsiniz nə qədər elə dostluqlar yaranır. Nə qədər elə işbirlikləri yaranır. Çünki düşüncə tərzimiz eynidir bizim zaten. Və ona görə hər şey vaxt tapmaq olur. Hətta mənim övladlarım var. Onlar da qaçırlar. Mütləq deyil ki, sən qaçırsan. Yəni qaçış hər şeyin özəyidir. Bir də bütün idmanlarda qaçış var baza kimi. Amma indi hələ idman seçməkdə azaddır. Bu dəqiqə maşallah çox idmanlar, həvəskar idmanlar, peşəkar idmanlar inkişaf edib və əlbəttə ki bizim işimiz sadəcə insanları işdən sonra məcbur edib evdən çıxmasıdır. Bu birinci, ikinci dəfə lazımdır. Çünki çox adam işdən gəlir, axşam yeməyini yeyir və pasiv düşür, belə deyək, divana. Biz ona qarşıyıq. Mən sizə sual verim də. Yəni bilirsiniz, mən belə mənə deyəndə ki, bəs yaxşı, mən deyirəm, niyə bəs digər yerlər axşam orada zərərli şeylər də var, söhbət qəlyandan gedir, niyə onlar doldu? Özünə əziyyət vermək istəmir. Deməli söhbət vaxtda getmir. Lazım olanda vaxt tapılır. Bəli. İndi bizim də işimiz oldu ki, o zərərli vərdişlərdən insanları çıxardıb daha xeyirli, özlərinə xeyirli olan və sabahları övladlarına nümunə veriləcək bir vərdişlərə çevirək. Bəli. Biraz klimat haqqında da sual vermək istəyərdim mən. Siz bildiyiniz qədər, hamının bildiyi qədərilə siz çoxlu ölkələr gəlmisiniz, çoxlu klimat görmüsünüz, şəraitlər görmüsünüz. Belə bir sual soruşmaq istəyərdim. Sizcə hansı klimatı, bildiyiniz qədərilə hər bir şəhərin klimatı eyni deyil. Evet. Hər bir şəhərdə də amma qaçmaq istəyən insanlar çoxdur. O sırf qaçmaq görə də insanların köçməyi çox da düzgün deyil. Klimata uyğunlaşmaq üçün, qaçmağa, sosial həyata uyğun etmək üçün şəhərlərimizi sizcə necə dəyişdirə bilərik? Necə təşəbbüslərdə buluna bilərik biz? Baxın, mən sizə deyim. Çox sağ olun, suala görə gözəl sualdır. Deməli, belə bir prinsip var. Pis iqlim yoxdur. Sadəcə sən ona uyğunlaşmalısan. Bəli. Söhbət elə dünən olub bizim dostlarımızdan. Bilirsiniz, biz bu dəqiqə səhərlər qaçırıq. Şəhər ətrafında qaçırıq və havalar əlbəttə ki, istidir. Havalar istidir. Dostuma o gün deyirəm ki, görürəm biraz əziyyət çəkir. Deyirəm, sən niyə belə əziyyət çəkirsən dostum? Deyir, ay Fred, yeri mənə Fred çağırırlar da bilirsiniz. Ay Fred, bəs hava çox istidir. Deyirəm, hava istidir, biraz yavaş qaç. Əlbəttə ki, siz bunları nəzərə almalısınız. Havanı siz qaçış ərzində siz mütləq nəzərə almalısınız. Yəni mən əgər payızda qaçdığım sürətlə mən yayda qaça bilmərəm. O bir mənalı dostum. Bir də ki, havada oksigenizasiya var, oksigenləşmə var. Onu da nəzərə almalıyıq. Misal üçün, mən burada məşq edirəm, düzdürmü? Dünyanın ən sürətli qaçanları Kenyalılardır. Niyə görə? Çünki onlar hündürlükdə məşq edirlər, oksigenin az olan yerlərini məşq edirlər. Orada alışır bədən o az oksigenə və
yüksəkliyə. Sonra da gəlib düşürlər Avropaya. Ağaclıqların içinə, belə deyək də, gözəl oksigenlə zəngin havaya və onun üçün çox sürətli qaçırlar. Yəni bizdə də elədir. Mən misal üçün burada qaçıram, amma gedirəm biraz daha yaşıl əraziyə düşən kimi mənim sürətim artır. Və sizin sualınıza qüvvət, iqlim dəyişir. Onu biz də hiss edirik. Və mən sizə deyim ki, biz biraz bilmirəm, özü mənə borc bilirik ki, biraz cəmiyyətə mesajlar verək. Misal üçün biz qaçırıq bu dəqiqə çimərliklə. Oy, nə qədər yığışdırırıq oranı, təsəvvür edirsiniz. Biz hər zaman gəlirik paketlərlə, oranı zibilliklərdən yığışdırırıq və mesajlar, video mesaj, müraciətlər biz ünvanlayırıq cəmiyyətə ki, gəlmisiniz, dincəlmisiniz. Axı niyə siz buranı belə zibilləyəsiniz? Axı bu hamısı sonra dənizə gedir. Sonra hamısı balıqlar üçün problem yaradır. Bilirsiniz, bunlar hamısı bir-birindən ekosistem yanı mənasında. Biz belə şeylər çox edirik, dostum. Və çox mən sevinirəm ki, hazırda Azərbaycanımızda buna görə biz ona deyirlər awareness kampanyalar çox keçirilir. Elə gənclər də çox eləyir bunu. Gənclər də çox eləyir və bu bizi çox sevindirir. Mən sizə bir başqa bir söz deyim. Bu da mən, bilirsiniz, mən axı bütün qaçış və bütün fəal həyata aid məsələlərə cəlb olunuram. Bir, belə deyək də, məşvərətçi kimi, bir konsultant kimi, düzdürmü? Və mən görürəm ki, artıq böyük otellərin ərazisində də qaçış friendly environment yaranır. Yəni qaçış üçün əlverişli şərait yaranır. Yürüyüş üçün əlverişli. Bilirsiniz, o hamısı artıq yavaş-yavaş infrastruktur olaraq dəyişir və bu əlbəttə çox superdir. Belə bir sual vermək istəyərdim. Bildiyiniz qədərilə Azərbaycanımızın ən böyük şəhəri Bakıdır. Bəli. Amma Bakıdan başqa ən qaçış friendly, ən velosiped friendly olan şəhərlərdən danışa bilərsinizmi və niyə? Ümumiyyətcə Bakı Marafon Klub olaraq biz Bakıda çox qaçdıq və sonra qərarlaşdırdıq ki, biz niyə bölgələrimizə getmirik? Oy, nə gözəl oldu biz getdik bölgələrimizə. İnandırım sizə Kənan, biz başladıq nə eləməyə? Misal üçün, Qusar 10 kilometr qaçışı. Növbəti, Masallı 10 kilometr qaçışı. Növbəti, yəni Bakıdan çıxırıq səhər-səhər, gedirik, qaçırıq, hızlı da çox qaçmışıq. Gedirik, qaçırıq, həmin gündə geri dönürük. Bax, sizə dedim, Şağdağ gedəcəyik, qaçacağıq həmin gün. Biz bu çalışdıq cəmiyyətə çatdıraq ki, tək Bakı gözəl deyil, Azərbaycan gözəldir. Mənim bir layihəm var. İcazənizlə burada bölüşüm o layihə ilə. Elə ilk dəfə deyirəm bu layihəni belə ictimai əsaslarda. Dostum, Azərbaycanı tanıdaq adı ilə, heç hələm ad da dəqiq deyil. Mənim fikrim nədir? Azərbaycanın bütün regionlarının administrativ mərkəzində 5 kilometr qaçmaq. Nədir? Misal üçün, mən buradan çıxıram, başlayıram Sumqayıt 5 kilometr, sonra dərhal minirəm avtomobilə, gedirəm o birisi, misal üçün Siyəzənə 5 kilometr, sonra gedirəm Şabrana 5 kilometr. Yəni, həm də oradan, biz necə, hər regionumuz gözəldir. Və hər regionumuzun maraqlı bir məlumatları var. Onları həm ingilis dilində paylaşım ki, beynəlxalq aləm də görsün, dünya da görsün. Və həmçinin bu qaçışda çünki bildiyimiz kimi hər rayonun bir mərkəzi var. Və o mərkəzdə mən qaçmaq istəyirəm ki, cəmaat görsün. Yenə deyirəm, qəşəng bir tişörtlər giyinəcəm. Bu artıq plandır, bu artıq var və çox sağ olsun buradan təşəkkürümü bildirirəm elə gənclər və İdman Nazirliyinə ki, dəstək durdu bu məsələyə. Bizim Azərbaycanımızın Atletika Federasiyası dəstək durdu bu məsələyə. Çox sağ olsunlar. Yəni bu həqiqətən maraqlı layihədir. Məhz elə odur bu məqsədi. Çünki bizə qoşulan regionlarda çoxdur qaçan. Elə ən sürətli qaçan bu dəqiqə, mən sizə deyim, Bərdəlidir. Yəni ən sürətlilərdən. Ən sürətlilərin qaçan Bərdəlidir bu dəqiqə. Bizim bir Akstafadan dostumuz var. Akstafadan Bakıya qaçı-qaçı gəlir. Təsəvvür edirsiniz, 500 kilometr insan məsafə qət edib qaçaraq. Yəni, məhz onları ortaya çıxarmaq üçün biz elə gərək gedək onların yanına. Və bizim çox qaçışlarımız olub, Gəncədə qaçışlarımız olub. Masalda dəfələrlə,
Masallıda biz bunu bir tədbir kimi keçiririk. Gəncədə biz bunu bir tədbir kimi keçiririk. Və əlbəttə ki, velosipeddə yə olmayaq. Velosipedlə biz nə qədər inandırım sizə Bakı Nabranı mən nə qədər sürmüşəm. Yəni Bakı şəhərindən çıxıb Nabran 200 kilometr məsafə, Bakı Masallı sürmüşük 180 kilometr məsafə və belə Gəncədə sürmüşük, Qarabağda sürmüşük. İnandırım sizə bu yaxınlarda deyəndə ki, yəni bir ilin söhbətidir ki, biz getdik həmin o dediyim o gənc peşəkar velosipedçilər klubumuzdan getdik Naftalandan su qovuşana və geriyə. Çox gözəl bir yürüyüş oldu. Məhz elə yürüyüşləri, belə region yürüyüşlərini gözəl eləyən oranın gözəl mənzərələridir ki, bizi valeh eləyir. Belə bir hipotetik sual vermək istərdim bundan sonra. Xəyal eləyək ki, sizi əlinizə güc veriblər. Bu gücü istifadə edərək Azərbaycana xaricdən hər hansı bir infrastruktur olsun ya da hər hansı bir özəllik olsun, fərqli şəhərlərdən Azərbaycana gətirə bilərsiniz. Bakı kimi şəhərimizə xaricdən götürə biləcəyimiz hər hansı bir texnologiya olsun, özəllik olsun, infrastruktur texnologiyası olsun, nələrə əlavə eləmək istəyirsiniz? Çox sağ olun bu suala görə. Mən sizə bunu artıq araşdırıram, özüm də araşdırıram, çünki özüm də araşdırmaçıyam. Mən sizə bir maraqlı bir məlumat verdim, dostum. 10 il əvvəl infrastruktur var idi, idmançı az idi. İndi bu dəqiqə bizdə infrastruktur çatışmır. Mən sizə misal çəkə bilərəm. Tenis oynayıram mən, böyük tenis. Bu dəqiqə bizdə kortlar azdır. Necə sevindirir məni? Məni çox sevindirir. Bu dəqiqə mən voleybol oynayıram. Voleybol üçün kortlar azdır. Meydançalar azdır. İstənilən idman. Mən futbolu maraqlanmışam. Nə qədər insanlar bu dəqiqə futbol oynayırlar. Mən özüm oynamıram, yəni mən travmadan qorxuram deyənə. Mən futbol həvəskarı deyiləm. Amma bilirəm ki, o da çatışmır. Bu dəqiqə bizdə insanların tələb elədiyi infrastruktur çoxdur. Çünki dövlətin siyasəti budur ki, idman kütləviləşsin. Və bu siyasət yürüdülərək, çox müvəffəqiyyətlə yürüdülər, mən sizə onu deyim. İnsanların sayı çoxalır. Bu dəqiqə bilirsiniz nə qədər qaçış klubu var? Vallahi mən artıq sayını itirmişəm. Və bax sizin kimi gənclərdən bir dənə klub yaranır və çox gözəl belə vibe'lı, pozitiv, əhval-ruhiyyə belə gözəl klub yaranır. Bizim kimi marafonçulardan ibarət klub var. Bilirsiniz, bu dəqiqə çoxdur və mən nə istəyərdim? Çox istəyərdim ki, Azərbaycanda o idman kompleksləri çoxalsın. Çünki insanların tələbi çoxdur. Artıq. İnsanlar öncə, bilirsiniz, insanlar öncə əvvəllər, bir 10 il əvvəl, 12 il əvvəl, 15 il əvvəl idmana, həvəskar idmana pul xərcləmək meyilləri yox idi. Bu dəqiqə o meyili artıq yaranıb. Bu dəqiqə bir standartdır artıq. Mən bilirəm ki, mən tenis oynayıramsa, müəyyən xərcim çıxar və mən bunu məmnuniyyətlə eləyirəm. Bilirsiniz, mən onu istəyərdim. Onu istəyərdim ki, mən deyim sizə, siz xaric deyirsiniz, xaricdə də o problemlər çoxdur. Mən sizə əminiyim, mən onu bilirəm, deyirəm. Lazım olsa faktlarla da qoyarım sizə. Mən araşdırmışam çünki. Çünki biz nəyə görə? Xaricdə biz necədir? Bizdə həyif deyil. Misal üçün, mən yaşayıram Mərkəzi Parkın yanında. Tenis oynamaq istəyirəm, stolsu tenis. Gedirəm o Heydər Əliyev adına əl oynar sayında. Evimin yanı. Oradan böyük tenis oynamaq istəyirəm. Zabitlər bağında gözəl bir məkanımız var. Gənclik metrosunun yanında tenis oynamaq yerimiz var. Amma xaricdə elə deyil. Xaricdə gələk həmin o infrastruktura sən uzun yol qət eləyəsən oraya gəlib çıxmaq üçün. Ona görə mən hazırki vəziyyətlə də mən məmnunam, amma mən görürəm ki, kifayət eləmir. Bizim qaçış zollarımız yoxdur. Onlar yaradılmalıdır. Mən elə istəyərdim, çox istəyərdim o parklarda da onlar yaradılsın. Necə ki, bax, Antena Parkında var. Dostum, Antena Parkında həmin o qaçış zolağı 1 kilometr 200 metr məsafəni təmin ediblər. Və inandırım sizə, siz bir axşam, bax elə indi çıxın, gedin ora, axşam gedin ora, görürsünüz ki, insanın yeri yoxdur. Bəli, bu da bizi çox sevindirir. Belə bir məqama toxunmaq istəyərdim ki, siz bayaq qaçış zolaqlarından danışdınız və bildiyiniz qədərilə Azərbaycanda daha çox velo zolaqlar çoxdur və
sualım belə olacaqdı ki, bölgünü necə eləmək istəyərdiniz? Velo zolaqların yanına mı qoymaq istəyirsiniz qaçış zolaqlarını, yoxsa qaçış zolaqlarına daha çox ərazilərdə qoymaq mı istəyirsiniz? Çox gözəl sualdır. Mən qaçış zolağını parkda görmək istəyirəm, parklarda. Bilirsiniz, vela belə deyək də bizim əsas yolların bir hissəsi olub artıq. Bunu müzakirəni davam etmək olar. Mən onun tərəfdarı deyildim ki, bu belə tez olsun. Çünki cəmiyyət də buna hazır deyildi ki, belə bir sürətli transformasiya keçsin. Çünki burada skuterlar var, burada mənim övladlarım hamısı skuter sürür bu dəqiqə, həmin o zolaqlardan istifadə edərək və burada artıq velosipedlə skuterin bir problemi, nəysə, onları biz qoyaq qırağa hələlik. Amma o qaçış zolaqlarını mən parkda görmək istəyirəm, parkların hamısında. Çünki inandırım sizə ki, o gənclik parkında biz çox qaçmışıq. Bayaq dediyim Xətayda çox gözəl parkdır. Super infrastrukturu, gölün ətrafında möhtəşəmdir. Bilirsiniz, amma qaçış o zolaq olsa. Bilirsiniz, bu biraz, mən sizə deyim ki, bunun heç belə güclü bir büdcəsi də yoxdur. Sadəcə bir dəfə qoyursan və salam, razıyam sizdən. Bizim biraz insanlar ola bilsin müəyyən bir qeyri-adekvat formada ona yanaşsın ilk. Amma ondan sonra adaptasiya olursan da. Bəli, təbii ki. Bəli. Parklarda. Bəli. Belə bir məqama da toxunmaq istəyərdim. İnsanlar fərqlidir. Bir insanın qaçışı marağı olmaya bilər və ya velosportu marağı olmaya bilər. Şəhər ərazisində insanların öz həyatlarına sport introduction eləmək üçün başqa hansı sportlardan və ya idman növlərindən? Mən dedim axı sizə bayaqlar ki, mən üzgüçülüklə məşğulam. Bizdə bu dəqiqə kifayət qədər üzgüçülük hovuzları məşğuldur, mən sizə deyim. Mən stol tenislə məşğulam. Mənə bilirsiniz necə sual verir? Mənə sual gəlib verirlər ki, biz istəyirik. Deyirəm, siz istəyin. Bax, bu dəqiqə belə vəziyyətdir. Bax, siz istəyin. Nə oynamaq istəyirsən? Bilirsiniz, paddle ilk Azərbaycana gələndə, onda ilk paddle belə bir fəxr hissini demək istəyirəm ki, ilk paddle mən oynamışam. O yara açılanda və düşünürdüm ki, paddle görəsən Azərbaycanda populyar olarmı? Bu dəqiqə paddle kortlar çatışmır. İnsanlar oynamaq istəyir, amma kort çatışmır. Və bu dəqiqə bu bir tendensiya yaranıb belə bilir. Çox gözəl bir bu dəqiqə paddle kortları yaranır, çox uzun. Sonra mən deyirəm, siz nə idman eləmək istəyirsiniz? Azərbaycanın siz nə gözəldir bu dəqiqə, mən sizə deyim. Hər bir idmanın, mən deyirəm, WhatsApp qrupası var. Misal üçün, siz tenis oynamaq istəyirsiniz, mən tenisdə 1, 2, 3, 4 dənə WhatsApp qrupadayım. Böyük tenisdə. Stolsu tenisdə 6 dənə WhatsApp qrupasındayım. Yəni 6 müxtəlif yerlərdə Bakıxanov qəsəbəsindən tutmuş şəhərin mərkəzində kimi stolsu tenis infrastrukturları var hazırda. Azdırmı? Bəli, azdır. Daha çox lazım? Bəli, amma bu dəqiqə var hazırda da. Bax, yalnız yetər ki, siz istəyəsiniz. Yetər ki, yürümək istəyirsənmi? O da var. Hətta belə Skandinav yerişi var. Onun da öz cəmiyyəti var. Karate istəyirsən, o da var. Hər bir idman növü var. Yetər ki, sən məşğul olmaq istəyirsən. Mənim oğlum boksla məşğul olur. Görün, Azərbaycanda nə qədər boks mərkəzləri var. Çoxdur. Yetər ki, sən məşğul olmaq istəyirsən. Yetər ki, sənin marağın olsun. Və bir dənə məsələni də mən sizə deyim. Əslində, bizim fikrimiz nədir? Dostum Kənan. Bizim fikrimiz odur ki, insanları idmana dəvət eləyərək onları biz qapılarını bağlayırıq pis vərdişlərə. Bax, budur məsəl mənim üçün şəxsən çox vacib olan. Çünki insan nə vaxt pis vərdişlərə, ya vaxt ki, boş qalır da, yəni boş. Yəni mən elə düşünürəm də, indi bizim hərənin düşüncəsi var. Biz onun üçün hamı idmana dəvət edirik ki, gəl, başın qarışsın, gözəl işlə məşğul ol. Həm də təbliğatını da apar. Çünki bizdə tək qaçış deyil, velosiped deyil, üzgüçülükdür, tenisdir, stolsu tenisdir, voleyboldur. Biz onun həm də təbliğatını eləyirik. Mən indi bəlkə də suallarımı verəndə gənc tərəflərindən verirəm. Bəli. Bildiyiniz qədərilə özüm də gəncəm. Bəlkə də gənc düşüncəsindən verirəm suallarımı. Belə bir sual vermək istəyərdim ki, bizim Azərbaycanımızın qoca insanlara da sporta marağı başlayır, çoxdur. Nənələrimiz də gəzmək istəyir, babalarımız da gəzmək istəyir. Onlara
kömək etmək üçün, onlara sporta təşviq etmək üçün, sporta maraqlandırmaq üçün Azərbaycan olaraq, Bakı olaraq, rayonlarımız olaraq necə addımlar atmamızı istəyirsiniz? Oy, nə gözəl sualdır bu. Çox sağ olun bu suala görə və şəxsən Bakı Marafon klubu bu ilə məşğuldur, dostum. Bizim bu dəqiqə fəxr eləyəcəyimiz bir tanrıverdi dayımız var. 88 yaşı var adamın. Hər gün Yasamal parkında qaçır. Bizim fəxr eləyəcəyimiz ultra marafonçu doktor Namiq Nadirov kimi gözəl nümunəmiz var. Demək olar ki, hər gün adam qaçır. Ultra marafonçu da ha. Yəni rəsmən 60 kilometr qaçıb məsafəni. 67 yaşı var. Qaçışa bizim kluba gələndə heç vaxt qaçmamışdı. Bizim kluba da gəlib bir 4 il əvvəl. Təsəvvür edin, 63 yaşında insan gəlir bir kluba, qoşulur kluba və artıq 67 yaşında həm marafonçu 3 dəfə Azərbaycanımızı xaricdə marafonu təmsil edib, həmin doktor Namiq Nadirov. Hətta öz kateqoriyasında yer tutub. Bilirsiniz, bu insana bir qədər motivasiya verir. Bizim öz podkastımız var Namiq Nadirovla. Mənim üçün çox maraqlıdır. Həqiqətən bilirsiniz, o yaşdan sonra ki insan özünə yeni bir hobbi tapır və bu ilə məşğul olur. Bizim çox dərin nümunəmiz. Mənim dostum var Hüseyn Ağa Səfərov, ultramarafonçu. Təsəvvür edin ki, Hüseyn Ağa Səfərov 62 yaşında bizim kluba üzv oldu. O da necə? Biz qaçırdıq Gəncədə. Bu ilk gördü bizim tişörtlərimiz var axı. Bakı Marafon gedib araşdırıb Facebook sosial şəbəkəsində tapıb bizi. Gəldi adam bu dəqiqə saysız ultramarafonçu qaçıb 69 yaşı var. Ondan da əlavə həmin Hüseyn Ağa Səfərov Xankəndi Bakı 380 kilometrlik çox günlü ultramarafonun ən yaşlı finişeridir. Və bu yaxınlarda isə Hüseyn Ağa Səfərov 24 saatlıq yarışda nə qədər qaçıb bu? 140 kilometrə yaxın məsafəni qət edib. 69 yaşında. Super. Bizim hamımız üçün o bir nümunədir. Mənimlə bərabər çiyin-çiyinə Bakıdan Qusara 180 kilometr qaçmışıq Hüseyn Ağa ilə biz. Mən sizə bu nümunələri davam edə bilərəm. Çoxdur. Xanımlarımız var. Gülçöhrə Dadaşova var. Sonra bizim bir çox xanımlarımız var ki, onlar bəlli yaşdan sonra gəliblər bu qaçışa. Gülparə xanım Əliyeva var, ultramarafonçudur. Böyük bir xəstəlikdən qurtulub qaçışa gəlib. Mən buradan hamını salamlayıram. Ola bilsin kiminsə adını unuduram bu dəqiqə hazırda. Amma bu dəqiqə özümdə həyəcəm. Çünki həqiqətən mən düşünürəm ki, bəlli yaşdan sonra, 50 yaşdan sonra, 51 sən yeni bir hobbi tapasan və özünü o hobbidə ifadə eləyəsən nə gözəldir. Mən istəyirəm belə insanların sayı çoxalsın. Çünki bunlar nur yağırları bizə. İnansız, onlarla bir yerdə qaçmaq, onların həyat təcrübələrini eşitmək bizim üçün bir dərsdir. Əlbəttə, əlbəttə. Podkastımızın yavaş-yavaş sonlarına gəlirik. Sizə də belə bir seksiyamı ayırmaq deyəm, yəni hissəmi ayırmaq deyəm. Belə bir hissə ayırmaq istəyirdim ki, gənclərimiz olsun, qocalarımız olsun, Azərbaycan xalqımız olsun. Onlara idman haqqında necə bir tövsiyə vermək istəyirdi sonlandırmaq üçün? Çox sağ olun. Deməli, mən hər zaman deyirəm ki, mənə deyirlər ki, Fred, sən necə bu qədər idmanı eləyirsən və mən deyirəm ki, mənim üçün idman, yəni mən ona idmana fiziki baxmıram. Mən idmana həyat tərzi kimi baxıram. Yəni necə biz səhər dururuq, səhər yeməyini yeyirik, düzdür? Çox az adam var ki, misal üçün səhər yeməyi yemir. Düzdürmü? Mən istəyirəm eləcə də idman olsun. Çox az adam olsun ki, idmanla məşğul olmasın. Amma kütlə olaraq mən istəyirəm idman insanların həyat tərzinə çevrilsin ki, biz bunun üzərində çox çalışırıq. Və mən həmişə deyirəm bir sözüm var. Hamınız qaçacaqsınız. Və bir də ki, birisi necə deyim, mən sizə artıq bitiririk. Amma mənim bütün çıxışlarım, baxsaz mənim sosial şəbəkəmə görürsünüz, başlayır nə ilə? Əziz dostlar. Bu çox gözəl amma çox tutumlu bir sözlərdir. Çünki əziz dostlar bu bizi millət olaraq yığır birlikdə. Siz gəncləri birlikdə yığırıq. Biz özümüz yığışırıq və əziz dostları bir mesaj veririk. Ki mən qaçıram, sən də qaç. Səndə də alınacaq. Sən də bunu eləyəsən. Çox sağ ol dəvət edirəm.
Mən də sizə gəldiyiniz üçün çox təşəkkür edirəm. Dəvətimizi və qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Bizim podkastımızda çox maraqlı söhbət elədiyiniz üçün sizə çox təşəkkür edirəm. İzləyicilərimizə də çox təşəkkür etmək istəyərdim. Bu gün şəhərimizin yalnız yollar və binalar ibarət olmadığını, insanlardan ibarət olduğuna şahid olduq. Şəhərlərinizi sevin, onları yaşadın və unutmayın, yaxşı şəhərləri təkcə avtomobillər deyil, insanlar yaradır. Növbəti epizodlarda görüşənədək.